Ne olub? Açar bizə polisdəndir. Niyə? Ərazinin sahibi əsnafdır. Niyə açım? Səbəbini deyin görüm. Görün polisdəndir. Səbəb olmalıdır da. Abi, qeydiyyat qaydalarını yoxlayırıq. Hanım kim yapıyor? Yo, mən inanmıram sizin dediyinizə. Bəli, Belə şey olmur. qalxma aşağıdan baxsan. Mən qızımla evimdə oturarkən iftara yaxın saatlarda qapı döyüldü ki, bəs işıq idarəsindən gəlmişik, qapını açın, bunu sizə verməliyik, təqdim etməliyik falan. Mən də şübhələndim, açmadım. Dirəşdilər, dirəndilər ki, açmalısınız falan. Çox döydülər qapını. Gördülər açmıram, işığı söndürdülər. İndi qızımla bir yerdə şam işığında qalmışıq. Qazı, işığı, suyu söndürdülər. Yəni bunlar belədirlər. İnsanlara, Azərbaycan vətəndaşına zülm verirlər. İşığı, qazı niyə söndürmüsünüz? Dövlət Təhlükəsizlik Xidmətindəndir. Hı. Siz enerji savcısınız. Hı, bəli. Bir dənə sizinlə söhbət edəcək. Nə söhbət? Söhbət edəcək. Şuna Niyə? Səbəbini deyin görüm. izah edəcəksiniz. Nəyi izah edəcəksiniz? Niyə gəlmisiniz mənim qapıma? İşığı, qazı, suyu niyə söndürmüsən? Hə? Evdə uşaq var, işığı, qazı, suyu yandır. Eşitmirsən? Evinizdəkiləri də belə edirsiniz? Utanmırsınız?